Hər vaxtınız xeyir olsun, dəyərli Statinfo izləyiciləri. Bir mühüm məqamdan danışacağım və xahiş edirəm ki, siz də fikirlərinizi yazıb bildirəsiniz. Təbib sədri Vüqar Qurbanov 2-3 gün öncə mətbuata açıqlama verdi ki, bəzi kəndlərdə, qəsəbələrdə, xüsusən rayon yerlərində tibb məntəqələri yoxdur. İnsanlar tibbi xidmət əldə etmədə çətinlik çəkdiklərinə görə tibb bacılarını evə çağırırlar və evlərdə tibbi xidmət göstərilir. Bunu isə dedi ki, biz qəbul etmirik və buna icazə yoxdur. Kəndlərin bəzilərində heç kənd tibb məntəqələri yoxdur, amma orada tibb bacısı evində xidmət verir. Biz buna icazə vermirik. Yəni ev o tibb bacısına xidmət verəcəyə razı deyil. Bunun ardınca artıq gözlənilən problem rayonlarda yaşanmağa başlayıb. Bir həmkarımız sosial şəbəkədə yazır ki, rayonda yaşayan, kənddə yaşayan anası hazırda xəstədir, qızdırmadadır, halsızdır və yaşlı qadındır. Rayonun mərkəzindəki xəstəxanaya getmək imkanı yoxdur, buna halı da yoxdur. Buna görə də tibb bacılarını evə çağırmaq istəyib və heç bir tibb bacısı onun zənginə cavab verməyib. Heç biri evinə gəlib tibbi xidmət göstərməyib və hazırda yaşlı qadın ağır vəziyyətdə gözləyir ki, kimsə ona iynə vuracaq, sistem qoşacaq. Dəyərli izləyicilər, artıq problem buradan başladı. Çünki tibb bacıları 500 manat məbləğində cərimə olunur buna görə. Bəs əgər təbib sədri əhaliyə alternativ xidmət təklif etmirsə, necə tibb bacılarının fəaliyyəti qadağan oluna bilər? Əvvəlcə nəsə təqdim etməlisən, sonra mövcud olan məsələnin üstündən xətt çəkməlisən. Yəni, rayonlarda 1 və ya 2 tibb məntəqəsi, xəstəxana və s. fəaliyyət göstərir. Bəzən bir neçə rayonun bir poliklinikası və ya tibb məntəqəsi olur ki, orada da növbələr yaranır, yaşlı insanlar ora gələ bilmirlər, xidmət məhduddur, ümumiyyətlə, lazımi avadanlıqlar belə yoxdur. Rayonlarda hansı problemlərin yaşadığını təbib sədri özü də yaxşı bilir. Bəs tibb bacılarının xidməti də qadağan olunacaqsa, onda bu insanlar nə etsin? Sual yaranır. Niyə bizim məmurlarımız məsələni kökündən çözməkdənsə, öncə şəraiti yaradıb, öncə problemi yaradıb, sonra qadağanı qoymaqdansa, əksinə prosesə başlayırlar. Elə bir prosesin başından yox, sonundan başlayırlar. Məsələn, Emin Əmrullayev repetitorluqla mübarizə aparmazdan öncə məktəblərdə təhsil sistemini qaydasına qoyub, keyfiyyətli təhsilə nail olmalıydı. Sonra repetitorluqla mübarizəyə başlamalıydı. Amma öncə repetitorlardan başladılar və ya Azərbaycanda ictimai nəqliyyatdakı problemlər həll olunub, normal ictimai nəqliyyat xidməti, əhalinin tələbatına uyğun nəqliyyat xidməti təhvil verilməli idi, formalaşmalıydı. Sonra taksilər yığışdırılmalı idi və azaldılmalı idi, nəzarət gücləndirilməli idi, məhdudlaşdırılmalı idi. Yəni, taksilər ləğv olundu, ictimai nəqliyyat bərbad vəziyyətə qaldı, daha da sıxlıq yarandı. Digər tərəfdən repetitorlarla bir mübarizə var, amma əvəzində məktəbdə təhsil yoxdur. Tibb bacılarına qadağa var, amma tibb məntəqəsi yoxdur. Öncə xidməti formalaşdırıb, əhaliyə keyfiyyətli xidmət verib, sonra sizin gözünüzə batan o problemi ləğv eləsək daha yaxşı olmazmı? Cənablar, hörmətli nazirlər, öncə xalqı düşünmək lazımdır. Dəfələrlə cənab prezident bu barədə xəbərdarlıq edib ki, əhalinin rifahına xidmət edən, onların belə sağlamlığına xidmət edən fəaliyyət və qərarlar verilməlidir. Amma sizin verdiyiniz qərarlar öncə əhalini çətin vəziyyətə salır, sonra problemin həllinə bu və ya digər mənada təsir göstərir.